Salam. Necəsiz? Dedim başlayaq üç musiqi ilə. Hatırlatırsan olur, pişman etme, dinlemeyi var seni bana çıkıyor sarhoş bir gün uzak. Gözlerimden ben kendim söylüyorum. Hatırlatırsan olur, pişman etme, dinlemeyi var seni bana çıkıyor sarhoş bir gün uzak. Çok sevme beni. Dedim bir musiqi ilə başlayaq. Uzun bir vaxtım video atmırdım. Dedim yenidən sizin bir video çəkim. Nəyə görə bugün çəkdiyimi də deyəcəm. İlk öncə məni tanımayanlar varsa onun haqqında bir məlumat verim. Mən Abbas Şəfa. Özüm korreksiyacıyam. Həmçinin də ixtisasım psixoloq və son 4 ilimi şuuraltı bilinçaltı çalışmaları və bilinçaltı kodlarını üzrə araşdırma edən, bunun üzərində seanslar keçən bir koçingəm. Həmçinin də son 2 ildir yazıçıyam. Türkçe və Azərbaycan halsı kitablarım satılır və eğitimlərini keçirəm. Xülasə bugünkü mövzumuz nə olacaq? Bugünkü mövzumuz sırf dəyər, seçim və ailə travmaları üzrə olacaq. Əslində ailə travmaları zaten belə baxanda ana atadan aldığımız travmalar olacaq əsas mövzumuzun canı. Ana atadan aldığımız bir çox travmanın kökənindən danışacağım və bunların hər birinin də bizim genetik faktorumuza təsirini də vurğulayacağım hər zamanki kimi. Başlayaq. Belə başlamaq istəyirəm ki, ana atadan aldığımız travmalardan biz bilirik ki, bir çox seanslarda bunu istər psixoloji cəhətdən seanslarda, istər danışmanlıq seanslarında, istər şuuraltı seanslarda, bilinçaltı çalışmalarında bir çox da mövzuda biz kök olaraq gedib ana ata problemini çata bilirik. Ana atadan aldığımız cüzi kodların əslində biz bəzən heç fərqinə belə varmırıq və bunların bizim həyatımızdakı rolunu belə görə bilmirik əslində. Bunun bir səbəbi odur ki, biz çox zaman bəzi proseslərə üzdən baxmağı sevirik. Dün belə bir söz işlətmişdim mənlərə. Bəzi insanlar malalayaraq bəzi prosesləri keçməyə istəyir. Bəzi insanlar daha dərindən araşdırmağa çalışır ki, bir də o xətaya düşməsin. Daha dərindən axtaran uzun vaxt sərf edəcək, amma ən gözəlini əldə edəcək. Amma üzdən malalayaraq həll etməyə çalışan insan sadəcə o anlıq problemi həll edəcək və yenidən öz spontan həyatına davam edəcək. İkinci dəfə olduğu anda yenidən həmin vəziyyətə geri dönmə şansı böyükdür. Ana ata travmalarımızı bu arada yazmışam sizin yazılar, ona görə davam eləmək istəyirəm. Bəzən də kameraya danışanda çalışıram, bundan üzrlü sayım bir daha. Ana ata travmalarında bizim yəni ailədən aldığımız miraslarımız əsas proses. Ana atadan aldığımız yüklər, ana atadan nəsildən aldığımız bəzi proseslər var ki, biz istəməsək də bu nəsillər arası travmalara gətirib çıxardır və bütünlüklə bir yaşam boyunca bizi davam edir. Ta ki o yaşam boyunca olan prosesi bizim qırıb, bizdən sonraki nəslə ötürməyimizdir. Hər zaman demişəm, məndən sonraki nəsillərə ötürdüyüm ən böyük miras özümdə həll etdiyim bilinçaltı kayıtlarıdır ki, məndən sonra mənim qızıma, mənim oğluma ötürülməyəcək, o da öz uşaqlarına onu yük etməyəcəklər, yük verməyəcəklər. Və biz fərqində olmadan yaşadığımız bir çox prosesdə əslində bu travmaları genetik olaraq yollarla aktardığımızın zaten fərqində deyilik. O fərqindəliyin yaşasaq əslində çox proses zaten tamamlanacaq. Biz bunun fərqində olmadığımız için o prosesi tamamlaya da bilmirik. Davranış qəliblərimizi hərəkətə keçirdir. Biz valideynlərimizlə bağlı travmaların çoxunu da görürük ki, valideyn bunu aldı və bunu sadəcə düşünür ki, mən uşağın yanına bu sözü dedim və ya valideynlərimizin olmasına gerek yoxdur. Valideynlərimizin öz həyatında yaşadığı proseslər ki, bizə genetik olaraq aktarılır. Bu sizə biraz qəribə gələ bilər, amma ana qarnınızda ananın sizin yanınızda siz dünyaya gəlmədən bir nəfər əgər negativ bir şey danışırsa ana haqqında və ana bunu eşidirsə, siz doğulanınızda istəməsəniz belə o insana qarşı bir aqressiya yaranır. Hətta belə bir danışanım olur. Uşaq bir ayda, düşünün, bir ayda qızdırması var. Bir ayda qarnı işləmə qızdırması var. Və uşağın bir ay öncə işte ana ilə danışırıq, konsultasiya yaparıq. Ana özü üçün gəlir bu arada. Sadəcə bir söz arasında bir prosesdə biz bunun fərqinə varırıq. Ana deyir ki, bir ayda mənim uşağım bu vəziyyətdədir və bütün həkimlərə gedirik, bütün dərman müalicəsində deyir ki, bir çarə tapmır. Dedim, bəs ondan öncə nə olmuş? Dedi, heç bir şəkildə bir ailə mübahisəsi baş vermişdi. Bu ailə mübahisəsində qaynanamla sözüm təhv gəlmişdi. Uşaq ya ətrafınızdayım, bəli, yanımızdakı kusetdə yatırdı.
O gündən bəri ana dedim, bəs onun aldığı əşyaları və sair istifadə edirsinizmi? Deyir, bəli, onun aldığı kusetdə yatır, onun aldığı bezlərdən istifadə edirdik, paltar və s. Dedim, gedin dəyişin. Yəni orada yatıstırmayın onu. İnan, ana deyir ki, evə getdim, deyir, qaynanam yenə uşağın pampers almışdı, pampers dəyişirdi. Dedim, lazımdır, mən də gətirmişəm, mən bu markanı sınamaq istəyirəm, mən dəyişim dedi və dəyişib uşağın pampersini. Mən almışam, anam balası, belə, uşağı nazlayır. Uşaq sakitləşir. Uşağın qızdırması düşür aşağı, qarın işləməsi dayanır. Dedim 3 gündən sonra ki, və 3 gün içində stabildir vəziyyət. Möcüzəvi bir şeydir ona üçün o. 3 gün sonra dedim ki, təzədən yenidən qaynanasının aldığı paltarı geyindirin. Qaynanasının aldığı paltarı geyindirir, uşağın qarın işləməsi yenidən davam etməyə başlayır. Burada günahkar nə qaynanadır, nə gəlin dəslində. Bizim genetikamızın aldığı kayıtlardır proses. Və o təkcə bu şəkildə olmur. Bəzən olur ki, atamızın uşaq bağda yaşadığı bəzi proseslər ki, biz bu gün onları yaşayırıq. Misal üçün, bəziləri qəbul etməsə belə, ana atamızdan aldığımız reseptorları çoxumuz yaşayırıq. Misal üçün, ən sadəsi, ata kəkələyir, uşağın reseptorları boyun kodlayıb deyə hər hansı bir qoxma anında dil topuq vurur. Və ya da ki, mənim bibərə allergiyam var. Bizim ailədə heç kim bibərə qarşı allergiyası yoxdur və ən çox yeyilən qidalardan biridir. Mənim həyatımın çox pis bir dönəmi oldu, transformasiya dönəmi oldu. Yəni ölümlə üz-üzə qaldığım bir dönəm oldu, həyatımın ən pis nöqtəsi idi. Və ondan sonra mənə miras olaraq bibər allergiyası qaldı. Mən bunun birinci adlı kaydını axtarıb tapanda gördüm ki, neçə nəsil bundan öncə sırf bibər zəhərlənməsinə rəhmətə gedən bir yaxınımız oldu. Və mənim genetik reseptorlarım ölüm anında onu kodladığı üçün mənim həyatımı çəkməyə başlayır. Demək istədiyim bu ki, bir çox zaman bunların belə fərqinə varmırıq. Və bunların fərqinə varmadığımız üçün avtomatik olaraq bunları ötürə bilmirik. Buna görə də bir çox insanın xüsusiyyətlərinin yalnız bioloji cəhətdən deyil, eyni zamanda psixoloji və emosional cəhətdən də bizim həyatımızda özünü göstərdiyi normaldır. Və bu travmalar bizim həyatımızı şüuraltı dərəcədə hərəkət edə bilər. Və bunların hər biri qorxuya, narahatçılığa, emosional sferamıza pozulmağa, pul, münasibət, evlilik, bir çox məqamda proseslərdə də bizi əngəlləyə bilər. Və bu uğursuzluqlar da səbəbi olaraq biz hər zaman özümüzü bir növdə əlaqələndiririk və ya ikinci travmatik vəziyyətdə etdiyimiz kimi qarşı tərəfi suçlayırıq. Xeyr. Bir prosesin kökünü tapdınızsa, o kökü həll etməyə ən uyğundur. Sizin ananız, atanız belə o dünyaya, yəni bu dünyaya gəlməyi seçməyib və ya siz seçməmisiniz. Bu ailəni əgər seçmisinizsə və o şəkildə ailəyi böyüməyi seçmisinizsə, bu sizin seçiminiz. Bəzən biz deyirik, kəş mən belə bir ailə seçməyəydim. Baxın, bu dünyaya gəlməmişdən öncə sizin hər biriniz bu həyatı gördünüz, doğulacağınız evi də gördünüz, doğulacağınız ailəni də, doğulacağınız həyatı da gördünüz. Və ömrünüzün doğulduğunuz gündən ölən günündə kayıtı sizi izlənəsində, fraqmanı izləndi. Əsas keçidlər yox mu? Əsas fraqman bildiniz ki, nələr olacaq həyat yolunda. Və bunları izləyən vaxtda o qədər şeyə baxaraq yenə də bu həyatı seçmisinizsə, nəsə dəyər bir şey görmüsünüz orada ki, gəlmisiniz bura. Yəni, buna görə də hər zaman mən bu ailəni seçməzdim, mən bu insanı seçməzdim deməyin. Mən bu ailədə nə öyrənmək üçün gəlmişdim? Mən bu ailədə missiyam nə idi? Mən bu ailəyə nəyi ötürmək üçün gəlmişəm? Bu sualın cavabını tapmağa çalışın. Və bir proses daha. Travmalar necə ötürülür? Travmalar necə ötürülür? Travmalar davranış modulları ilə və emosional enerji ilə, genetik və energetik yollarla ötürülə bilər. Bunlardan birincisi dediyimiz kimi davranış modellərdir. Valideyn öz travmalarını bilmədən bilavasitə olaraq ötürə bilər. Burada əgər ana daimi qorxursa, qorxu içində yaşayırsa, uşağı onu avtomatik olaraq ötürür və uşaqda nə yaranır ana bətnindən? Dünya təhlükəli bir yerdir. Hətta elə anların çoxunda uşağın düşük təhlükəsi ilə, qanaxma ilə, uşaq kordon dolanması ilə, boğulma ilə, uşaq sanki dünyaya gəlmək istəmir. Çünki dünya onun təhlükəli bir yer kimi gəlməyə başlayır. Və böyüyəndən, dünyaya gələndən sonra da insanları hər zaman qorxu obyekti kimi qoyduğuna görə heç bir zaman insanlara güvənə bilmir. Ana bətni artıq bunu kodlayır deyə. Əgər ata sevgisini ifadə etməyə bacarmırsa, uşaq avtomatik olaraq özünü dəyərsiz və sevilməyə layiq olmadığını düşünərək böyüməyə başlayır. Mən sevilməyə layiq deyiləm ki, bu insanlar məni sevmir. İkinci də faktor odur ki, bir dəqiqə davam edirəm, video bitirdi. Əgər ki, misal üçün, mən öz yaşadığım bir hadisəni deyəcəm sizə.
Hər zaman özümdə fikirləşirəm ki, bu kodumu hardan almışam? Dərsinlə bağlı bir çox kodumu mən işləmişəm və həyatımın bir çox dönəmi onunla keçib. Bununla bağlı bir video çəkəcəm yaxın bir zamanlarda. Çünki 4 aylıq bir mənim üçün dönəm keçdi. Bu dönəmin bir video kaydını çəkəcəm. Və dedim ki, bu kodu hardan aldım? Yəni dəyərsiz olmaq üçün özümü göstərməliyim. İnsan olaraq, cisim olaraq, yaş olaraq hər zaman böyük olmalıyam kodun axtarında. Atamın uşaqlığına getdim və atamın qardaşı və onun dostunun yanında onun sözü dinlənmir və dinlənməyin üçün sənin də uzun boylu, sənin də yekəpər, uzun və necə deyirlər, çambalı olmağın lazımdır. Yoxsa sən ciddi alınmayacaqsan, hörmət görülməyəcəksən və dəyərsiz olacaqsan. Heç sayılacaqsan kimi bir inancının olduğunu gördüm. Yəni genetik kodlarımız hər zaman onu götürür. Mənim atam onu o şəkildə gördüyü üçün bundan sonra onu istəməsə belə o şəkildə özünü görməyə başlayır və həyatının bir dönəmi bunun üzərində keçməklə prosesdir və bundan sonra öz uşaqlarına bunu aktarmağa başlayır və ilk uşaqlar çox zaman aktarmanın banisi olurlar. Ondan sonrakılar yavaş-yavaş qalanları götürürlər. Emosional enerji ilə aktarılır. Hər hansı bir energetik halda qorxu, qəzəb, emosiya, günahkarlıq enerjisi daşıyırsa, həll olmamış emosional ailə sistemləri qalıq və növbəti nəslə aktarma hər zaman olur. Ata çox pul qazanmağın pis olduğunu düşünürsə, aktarılacaq. Ana sevginin hər zaman aldadılaraq sonlandırdığını düşünürsə, aktarılacaq. Kişilər hər zaman aldadır. Milyarderlər hər zaman haqsızlıqla pul qazanır. Hər biri aktarılacaq. Genetik və epigenetik yollar var. Bunlardan biri müasir elmi araşdırmalarla aparılır və bu daha çox travmanın yalnız davranışla deyil, epigenetik yollarla nəsillərə keçə bildiyini göstərir. Bu da yəni insan yaşadığı stresin onun geni reseptorlarına təsir etdiyini, həmçində bu dəyişikliklərin nəsil boyu ötürüləcəyini göstərir. Ta ki döngünü sizin qırıb o nəsli dayandırana qədər. Cidden bir şəkil var, hətta tapa bilsəm qoyacam bura. Ana öz uşağının boynuna yükü qoyur, o uşağın o uşaq. Amma bir ən üçüncü, dördüncü deyəsəm dayanır və deyir ki, mən bunu etməyəcəm və uşağının əlinə verir, özü o uşağını o travmadan qoruyur. Ta ki epigenetik prosesi dayandırana qədər. Onu da əsas getirib, mən hər zaman demişəm, korreksiyanın 70-60% fərqindəlikdir. Fərqindəlik açarı olmadan heç bir insana heç bir şey edə bilməyəcəksiniz. Bu əsas olunacaq proseslərdən biridir. Travmanın əlamətləri nələrdir? Travmanın əlamətlərindən biri odur ki, valideynlərin təsiri ola biləcək travma əlamətlərini yazmışam. Bunları sizin oxuyacağam. Daha rahat əldə etmək üçün proqram hazırlayacağam hər zaman sizə videolar çəkmədən. Özünə inamın əksikliyi, uğursuz münasibətlərin təkrarlanması və onunla birlikdə daim özünü günahkar hiss etmə, səbəbsiz qorxular və panik ataklar, özünü ailəyə aid hiss etməmək, özünü evə aid hiss etməmək, uğur əldə edəndə dərhal özünü məhdudlaşdırmaq. Baxın, hər zaman bir də bu var ki, əsəbi aqressiya. Mən hər zaman bir şey toxunuram. Əsəbi olmayan insanları anlamaq çox asandır. Əsəbi olanda ağlayan insanları anlamaq çox asandır. Əsas proses bilirsin nədir? Əsəbi olanda dağıdan insanları anlamaqdır. Yəni düşünün, bu insan nə yaşayıb ki, dağıdaraq onu həll etməyə çalışır. Necə bir kaosun içindədir. Çünki bu insanlar normalda ağlamırlar. Sadəcə qırıb, töküb, dağıdırlar və bir yerdə çox kiçik bir şəkildə o nüansda ağlamağa başlayırlar. Nə üçün ola bilər? Başına çox böyük bir hadisə gəlir. Amma o dırnağı qırıldığı üçün oturub səhərə qədər ağlaya bilər. Dəftəri cırıldığı üçün ağlaya bilər. Bəlkə mənim yaşadığım bir hadisəni deyim. Çox böyük bir travma yaşamışdım. Yəni mənim üçün çox böyük bir şey idi. Çünki yaşamaq istəmirdim o elə bir şey, istəməzdim. Və mənim ağladığım tək məqam o olmuşdu o dövrəmdə. Telefonumu təzə almışdım və telefonuma zəng edən ilk insanın o olmağını istəmədiyimə görə, o elə bir insan olmağını istəmədiyimə görə oturub saatlarını ağlamışdım. O prosesini ağlaya bilmirdim, amma bilinç orada bir refleks yaptığına görə ona odaklanmışdım. Bunun üzerine çalışmalar təbii ki etdim, yardımlar aldım, amma dediğim gibi ben de insanım ve bəzi vəziyyətlərdə hər zaman çıxış yolunu axtarmağın yolunu tapmalıyıq. Yoxsa o panik atak və proseslər ardı-ardına gəlməyə davam edəcək. Və biri daha, fikir azadlığı. Baxın, mən sizdən soruşuramsa, çayı necə içirsən? Çay içirsən ya da kofe içirsən. Siz mənə qayıdıb deyirsiniz ki, fərq etmir. Özün nə içirsən gətir. Baxın, mənə bir açar verdiniz. Mən bundan sonra
heç bir zaman sizdən nə istədiyinizi soruşmayacağam. Heç bir zaman sizə kofe mi yoxsa çay istədiyiniz yoxdur. Həyatınızın heç bir mövqeyində sizin nə istədiyinizi soruşmayacağam. Artıq siz mənə bir açar verdiniz. Mənim fikrimin heç bir önəmi yoxdur. Sən nə desən mən ona uyğunlaşa bilərəm. Bu da ailələrdən aldığımız bir koddur. Və siz avtomatik olaraq həyatınızda eləyə biləcəyiniz ən böyük səhv etmiş olursunuz. Və ya da ən böyük səhv mənim heç bir şəkildə söz azadlığımın olmamağı, siz nə desəniz deyin, mən nə qədər özümü savunuramsa savunum, yenə sizin dediyinizə gələcəm. Bunu harda bir fakt kimi deyə bilərəm. Bir gün bir restorana gedirəm, rəfiqələrimizlə oturmuşuq, hər kəs sifariş verdi. Deyirəm, nə istəyirsən? Deyir, fərq etmir, siz nə yeyirsiniz, mənə də eynisinə sifariş verin. Necə yəni fərq etmir? Yəni səninlə mənim damaq tadım eyni ola bilməz axı. Deyir, yox, mən üçün fərq eləmir. Ətrafın və ətrafın düşüncələri o qədər önəmli idi ki, onun üçün. Onun nə istədiyini tam şəkildə bilmirdi. Və avtomatik olaraq bilirsiniz nəyə fikir verdim. Bundan sonraki neçə görüşdə olur olsun, heç kim onun fikrini alaraq yemək sifariş vermirdi. Hər kəs üçün bir şey sifariş verəndə, hə onsuz da bu da ondan içəcək, deyib onun üçün sifariş verməyə başlayırdı. Və bundan sonra həyatının böyük bir kaos dönəmi baş verdi ki, orada heç bir şəkildə onun fikri alınmadı. Və o kozur onun həyatının səhvi olaraq ona travma olaraq qalmağa başladı. Və hələ də bəlkə də onun fərqində deyil. Çünki bəzi insanlar doğrudan da bəzi şeylərin fərqinə varması üçün o yıxımları cidden yaşamaqları lazımdır. Əksi təqdirdə hər zaman eyni səfər etməyə davam edəcək. Bəzən bəzi insanlar düşərək və əzilərək bəzi prosesləri yaşamalıdır. Maalesef. Bu travmaları necə işləyə bilərik? Hər kəsin sualı. Fərqindəlik. Əvvəlcə bu travmaların sizə aid olduğunu və bu travmaların sizdə önəmini anlamağınız lazımdır. Harda başladığını anlamağınız lazımdır. Hardan ötürüləcəyini anlamağınız lazımdır. İlk harda olduğunu. Necə suallar verə bilərsiniz? Misal üçün, mənim qorxum hardan qaynaqlanır? Bu qorxu mənə mi aiddir? Bu qorxu kimə aiddir? Mən bu hiss etdiyim mənə mi məxsusdur, yoxsa ailəmə mi məxsusdur və ya mənim atama mı məxsusdur, anama mı məxsusdur? Bu sualı özümüzə verməyimiz lazımdır. Oradan adam keçirdi, avtomatik olaraq fikrim dağıldı, üzr istəyirəm. Bağışlama və azad etmək çətindir, çox çətindir. Mən hər zaman da demişəm, hər zaman bağışlama məcburiyyətində deyilsiniz, olmayacaqsınız da. Ana və atamızı bağışlamaq, onların öz travmalarına qurbanı olduğunu anlamağımız şəfalı bir addımdır hər zaman. Bilirsiniz bir şeydə, bizim anamız, atamız ana ata olaraq dünyaya gəlməyib. Və onlar bunları bizim yaşayacağımızı bilsəydilər, zaten bunu etməzdilər. Onların zaten gördüyü mütləq oydu. Onlar gördüyünü bizə ediblər. Siz bir də düşünün ki, bunun ən ağır halını onlar yaşayıblar. Yəni, bəzən empatiya qurmaq çox önəmlidir. Mən sənə ikinci faktor, mən sənə hörmət edirəm, indi bu yükü sevgi ilə geri verirəm. Baxın, valideynin özü sakitləşdirdikdən sonra ilk edilən şeylərdən biri budur. Mən bunu qəbul edirəm, mən bunu başa düşdüm, missiyamı aldım və bilirəm. İndi bu yükü sevgi ilə geri verirəm. Bu yük mənə aid deyil. Kimi ifadələrdə azadlığa özünüzü rahatlaşdıra bilərsiniz. Bunu da açıq gücü qarşısında etmənizi daha çox tövsiyə edirəm. Ailə dizimi, reqresiya, bilinçaltı, gestalt terapiya, bir çox psixoloji travmaların üstündə işləyə biləcəyiniz metodlar da var ki, bunlardan istifadə edə bilərsiniz. Rahat köklü dəyişimlər olur. Bəzilərində 2 saat içərisində, bəzilərində 2 gün, bəzilərində 2 il, bəzilərində 2 ay içərisində nəticə verən, amma doğrudan da köklü dəyişimlər yaradan proseslərdir. Birth healing'dir, meditasiyadır, nəfəs texnikasıdır, FNT-dir, ailə dizimidir, theta healing'dir, gestaltdır, regresiyadır. Bir çox metodlar var. Yəni oturub sayıla qədər saya bilərik bunlar. Çox rahat şəkildə işləyə biləcəyiniz proseslərdəndir. Niyyət və dua nümunələri sizin deyə bilərəm hətta. Bura necə bir şey, bir dəqiqə videonu dayandırım bir daha. Videonun davamında belə bir şeylə başlaya bilərəm. Bir çox bəzilərimiz bilmirlər ki, uşaqlar genetik və psixoloji olaraq bəzi proseslər var ki, bunlar travmada olsa, emosional olaraq da necə aktarıla bilər? Bunun da cavabını istəyirəm bu videoda deyim. Ümumiyyətlə, anadan uşağa emosional yaxınlıq, empatiya, qayğı, ondan sonra intuisiya, sosial durumlar, əməksevərlik, öyrənmə qabiliyyəti, sosial dil və ünsiyyət qabiliyyəti, emosiyalar və s. aktarılır. Amma atada cinsiyyət, boy və fizik xüsusiyyətlər, yaddaş, diqqət, risk alma, cəsarət, liderlik qabiliyyəti, yaradıcılıq prosesləri, psixoloji pozuntular, genetik meyillər və s. aid edilir. Diş problemlərimizin çoxunu atadan alırıq. Genetik proseslərimizin bir çoxunu atadan alırıq.
Emosional vəziyyətimizi bir çox anadan alırıq. Hər zaman demişəm. Buna görə bunda diqqətli etmə olmağınız şərtdir. Qaldı ki, bir çay alın və keçin. Oturun, bir nəfəs alın. Nəfəs aldıqdan sonra əlinizi qəlbinizi qoyaraq deyin. Sakin ol, rahatlaş. Yaradanın yazdığından fərqli heç nə yaşamayacaqsın. Bu yoldakı seçimlər isə sənin yolunu rəngləndirəcək və çiçəkləşdirəcək. O seçimlərin hər biri səndən keçir. Yoxsa yerində sayaraq davam etsən, seçimlərin heç birini görə bilməyəcəksən. Sadəcə gecikəcəksən. Gecməmək üçün hərəkət get. Hərəkəti keçdiyin anda zaten iplər sənin əlində olacaq. Hər birinizi sevirəm. Ümid edirəm ki, video sizə yararlı olar və bu videonun necə deyərlər, videonun canlı siz istədiyiniz deyə çəkdim. Nə üçün bu gün çəkdim? Dünən axşam çox böyük bir hadisə yaşadım. Və bu prosesdə birazcık da pis oldum. Amma bundan 2 gün öncə, 2 gün yox, 1 gün öncə bir 30 günlük bir marafon başlatmışdım Telegram və Instagramda. Həmçinin də bir özümə böyük bir seans etmişdim özümə. O seansdan sonra nəsə olacağını hiss edirdim, amma belə bir şey gözləmirdim. Mən üçün çox qəribə oldu, yəni. Başlara biləcəyim dərəcədə qəribə oldu. Amma bir çox döngümün qırılmağına kömək olduğunun fərqinə də vardı. Bilirsiniz nə prosesdə? Orada təbii ki, hər kəs böyük bir şəkildə reaksiya gözlədib və s. amma sadəcə durdum. Bir axışda qaldım ki, ilk etdiyim şey bilsin oldu. Suyumu və detoks suyumu aldım, çıxdım həyətə, oturdum. Dedim, burada nəyi öyrənməliydim ki, mən bunu yaşadım? Mənim burada qazanmam nə idi? İnan ki, gün içərisində istəməsəm belə mənə cavabını verdi. Bəzən bizim tələsməyimiz, aqressiyamız, acele etməyimiz bizi bir yerə çatdıracağını zənn edirik. Hər şeyə qaçmaq lazım deyil, hər şeyə tələsmək lazım deyil. Tələsdiyimiz hər yerə gecikəcəyik. Tələsdiyimiz hər şeyə gec qalacaq. Gecikdiyimiz hər şeydən uzaqlaşacaq. Hər zaman müharibə içərisində olmaq bizə heç nə vermir. İnanın mənə heç nə vermir. Əksinə uduzduqda daha da hırslanırıq, hırslandıqda daha da bir şey etməyə çalışırıq. Bu da bizi yormaqdan başqa heç nə etmir. Biz bəzən də bunu edəndə unutduğumuz bir şey var. Bir durmağım lazım oldu, çünki bəzən bəzi kəlmələri insan birləşdirə bilmir. Bəzən biz yetərsiz hiss edirik. Yetərsiz hiss etdiyimiz vaxtlarda tələsirik. Çünki yarışırıq. Yarış içərisində oluruq, çünki qalib olma və özümüzü isbat etməyə çalışırıq. Qalib olan zaman xoşbəxt olacağımızı zənn edirik. Qalib olmağa çalışdığımız yolda yoruluruq. Çünki biz insanıq. İnsan olduğumuz üçün zaten biz yorulmalıyıq, biz durmalıyıq. Yorulduğumuz zaman uduzuruq. Uduzduğumuz zaman hırslanırıq. Yenidən yetərsiz hiss edirik, yenidən tələsirik, yenidən yarışa giririk. Sadəcə yaddan çıxartmamamız lazım olan bir şey odur ki, hər zaman bütün yarışlar qalib olmağımız üçün deyil. Bəzi yarışlar bizi qalibiyyətə aparacaq yolda bizi yetişdirmək üçün olan yarışlardır. O yarışlarda uduzsanız da olar. Əsas yarışa hazırlandığınızı unutmayın. Hər birinizi sevirəm. İndi deyirəm ki, gələn videoda daha gözəl mövzunun üzərində danışacağıq. Hər birinizi sevgi ilə qalın. Daha gözəl nələr mümkün deyib hər birinizi anlatıram. Hər birinizi öpürəm. Özünüzə yaxşı baxın. Bunu videoya sonradan əlavə edəcəm. Biraz doluyam, amma bunu deyəcəm. Hətta yazılı şəkildə də yazmışam. Bu həyat pis insanlar üçün, cahillər üçün, axmaqlar üçün o qədər sərbəstdir ki, o qədər sadədir ki, pisliklərindən, cahilliklərindən, axmaqlıqlarından o sərbəstliyin içərisində, harmoniya içərisindədirlər. Sanki heç nəyə görmürlər. Bir söz var ya, axmaq olduğunu, aptal olduğunu bilmədiyinə görə aptaldır əslində. Elə bax bu. Mən bununla bağlı çox düşündüm, çox mübahisə etdim, çox fikirlər aldım. Çünki qarşımda duran insan məni anlamır, məni başa düşmür, mənimlə eyni dili danışmır, mənimlə keçirdiyim hisslərin heç bir zaman o qarşılığını duyaraq hiss etməyəcək bunu.
əsla hiss edə bilməyəcək. Və indi mən bu insana necə çata bilərəm? Mən bu insana necə ünsiyyət qura bilərəm? Mən bundan necə eyni sifətdə ola bilərəm? Bunların hər biri mənim beynimdə düşünmə səbəbi yaratdı hər zaman. Yoxsa hər zaman belə düşünürdüm. Yoxsa mən onun cahilliyindən mi qapılacam? Yoxsa onun cahilliyi ilə, dağıtma içgüdüsü ilə məhv etdiyi şeyləri hər zaman mən mi toparlamalıyam? Kimi düşüncələr hər zaman beynimdə idi. Bəzən cidden yoruluruq. O qaçma, o çatma, o var oluş səbəbləri bizi yorur. Amma bir yerdə bilmemiz lazım olan belə bir şey var ki, bizim həyatımız boyunca yaşadığımız hər bir şeyin bir səbəbi var. Boşuna heç bir şey yaşamırıq. Və bu yaşadığımız şeylərin hər birində öyrəndiyimiz dərslər və vəziyyətlər var. Dünənləri bir kağıza bir söz yazdım. Bilirsiniz ki, 12 portal zamanı idi. Döngülərin bitməsini yazmışam kağızı sadəcə. Onunla birlikte bir çox şey yazmışdım. Axşamında başıma belə bir şey gəldi və çətin olduğunu unutmuşdum bir an. Demək istədiyim, içimdə qəribə bir xoşbəxtlik də var, harmoniya da var. Pis olma şey de var. Hatta videoda demiştim sizə ki, bütün gün dayandım. O zəngidə pis olmuştum. Eyni duyğulara yaxın duyğular yaşamışdım. Və demək istədiyim odur ki, hər zaman bir qapı açılır. Bir qapı bağlanırsa o biri açılacaq. Sadəcə qapını görməyimiz lazımdır. O qapının yerini, fərqinə varmağımız lazımdır. Bir daha sevirəm sizi. Özünüzə yaxşı baxın. O an o duyğunu yaşamaq istəyirsə yaşayın. O duyğunun o an yaşanmağa ehtiyacı var çünki. Başqa bir bəhanəsi yoxdur. Bəhanəyə də ehtiyacı yoxdur. Dediyim kimi hər zaman bütün yarışlar qalibiyyət üçün deyil. Bəzi yarışlar qalibiyyətə bizi hazırlayır.